Bir insan hansı ki özünü qorumaq istəyir. Bu hisslərin deyim ki, bunlar hamısı indi biz çakralarla deyir, amma hisslər də yaşadığı hisslərdir də. Düzündə bunun yuxarısı da var. Bunları ayırd eləməyin özü belə çətindir axı. Bunun üçün bayağı bir zaman lazımdır, yəni. Təcrübə lazımdır. Bunları ayırd eləmək üçün ona görə mən deyirəm ki, mütəxəssisə müraciət eləyin. Qısa yoldan getmək üçün. Yəni bax bir siz necədir? Fərz elə ki, mənim maşınım xarab olub. Bu maşını mən fikirləşirəm, görürəm benzin nasosludur, təkəridir, nə idi axı, motorudur. İddialar hər birinə oturub baxıram. Hər birini də söysəm zaman itirirəm və ya sökəndən sonra düz yerinə də yığanmaram. Amma mən bunu mütəxəssisə aparsam, o elə maşına start verən kimi, deyir Murad, filan klapanın 3-cü klapanı xarabdır, get dəyiş ki. Hə. Vəsə. Məsələ budur. Məsələ budur. Okay, aydındır. Mütəxəssis axı çox yaşayır deyə o saniyələr içində tapa bilir. Sənin başına ilk dəfədir gəlir və insan özü-özünü tam müşahidə eləyə bilmir. İnsan öz kölgə tərəflərini görə bilmir. İnsan egosu onun özündəki səhvləri qoymur görsün. Aydındır. Həm egosu. Egosu da var axı. Aydındır. Egosu. Bax məsələn mən desəm ki, tutalım, atıram. Desəm ki, Aytan xanım, sən eqolu birisin, deyirsən məndə ego yoxdur. Hə. Bax gördün. Amma hər birimizin egosu var və bu bizə xidmət eləyir. Ego olmasa, misal, sən yolu keçəndə yola baxmarsan. Deyirsən nə vecmə maşın mənə vursun da. O da olmaz. Həyatda tutur da səni bu. Ego sənə bir şəxsiyyət obrazı verir. Aydındır. Hə, şəxsiyyətimi formalaşdırır. Formalaşdırır da. Sən cəmiyyətdə bir insansan, xanımsan, nə bilim, anasan, valideynsən, birin xala qızsan. Bu egodur. Bir var egoist adam, egosuz şişmiş. Bir də var narsist. Narsist deyir ki, burada mənəm Bağdadda çox xəlifə, odur. Düzdür.